Əsasən də üzü qışa doğru uşaqlar tez-tez kəskin respirator virus infeksiyalarını tutur. Və bilirik ki, kəskin respirator virus infeksiyalarının da ən əsas simptomlarından biri də hərarətin olmasıdır. Hərarət 38 dərəcə Selsiyə qədər olarsa, körpəyə hərarət salıcı dərmandan istifadə etməsək daha da məsləhətdir. Bu zaman bol maye içirmək, otağın havasını tez-tez dəyişmək və uşağın əynini daha sərinləşdirmək tövsiyə olunur. Əgər temperatur 38 dərəcə Selsiyadan yuxarı qalxacaqsa, uşaq özünü narahat hiss eləyəcəksə, maye almayacaqsa, bu zaman hərarət salıcı dərmanlardan istifadə olunur. Birinci seçim preparatı parasetamoldur. Əgər parasetamola müəyyən qədər allergik reaksiyası olarsa, ibuprofen molekulasından istifadə etmək məsləhət görülür. Və temperaturda 38 dərəcə Selsiyə qədər qalxmış temperatur özü orqanizmin müdafiə qüvvəsidir və bu zaman qanda müəyyən bir immun cavab meydana gəlir ki, bu yalnız yüksək temperaturda əmələ gəlir və çalışaq ki, bu dərəcədə olan temperatura hərarət salıcı verib salmayaq.